Salam, hər vaxtınız xeyir. Ehtimal nəzəriyyəsi və riyazi statistika fənnindən yekun imtahana hazırlaşanlar üçün bu 700 test suallarından hansıları ki əvvəlki videolarda izah etməmişdim, onları əsasən izah edəcəm. Çünki 700 sualın hamısına izah etməyə mənə elə gəlir ehtiyac yoxdur. Çünki əvvəlki videolarda var. Təkrar baxa bilərsiniz oradan. Suallar dəyişməyibdir. Başlayaq. Birinci sualda deməli sizdən Koçer kriteriyası soruşulur. Bu sualda nə edirik? Bu sualda bizə əlavə məlumat var. Enin 17 qiyməti bizə lazım deyil. Koçer kriteriyası soruşanda S-lərin içində ən böyük olanını, yəni 68-i mən birbaşa 68-i götürürəm. Çünki sürətlə məxrəci də 100-ə vurmuş kimi hesab eləyin. %68-i, yəni 68-i bölürəm bütün hamısının cəminə. 18 üstə gələk 36, üstə gələk 44, üstə gələk 68. Baxın, bu qədər asandır. Yəni, verilən ən böyükü bütün hamısının cəminə bölmək lazımdır. Eyni qayda da buradadır. Eyni qayda, yəni eyni sual soruşulur. Ən böyük qiymət 56. Bölürük hamısının cəminə 21, 26, 42 və 56-nın özü. Bu qədər. Yəni, asan bir şeydir. Yadda saxlamaq olar. 3, 4 bu suallar elə ehtimal nəzəriyyəsinin birinci videosunu izah etmişdim. Təkrar həmən suallardır, dəyişməyib. Nə ədədlər, nə rəqəmlər faydalana bilərsiniz. Bu sual yox idi orada, yadımdadır. Amma bu sualı indi orada zaten bu tipli bir misal var. Baxa bilərsiniz, amma bunu izah edim. Riyaziyyat müəllimliyi ixtisasına aid olma soruşursa, deməli bu tam ehtimal düsturudur. Və burada da riyaziyyat müəllimliyinə aid olan 5-dən 3-ü riyaziyyat müəllimidir. Və riyaziyyat müəllimliyinin 95%-dir, %95 oldu sürətdə. Məxrəcdə isə həm 5-də 2 vurulsun, %92 üstə gələk, həm də 5-də 3-ün özü vurulsun, %95. Bu 500-ləri ata bilərdim əslində. Birbaşa 3 vur 95, məxrəci də 2 vur 92 üstə gələk 3 vur 95 yazıb həll eləyə bilərsiniz. Çünki yəni ixtisar gedir. 3-də 95-ə vuranda 285 eləyir. Bu qədər bayış düsturudur. Bunu bilirsiniz. Sadəcə şərtlərdə nəyə fikir verin? Baxın, məsələn, baxırsınız ki, eyni şeydir, amma diqqət eləyin ki, burada faizləri sizə təmirə ehtiyac olmaması ilə verib və məsələnin də həllində ehtiyac olmamaları soruşur. Çünki onu bu faizləri dəyişməyəcəksiniz. Amma burada isə ehtiyac olmaması verib, yenə də şərtlər eynidir. Amma təmir müddətində ehtiyac olmanı soruşur. Deməli, bu zaman siz 98%-lə yox, 2%-lə, 12%-lə və 8%-lə, yəni bunlardan işləməlisiniz. Ona görə tələsməyin həll eləyəndə. Bu suallar yenə də yeni deyil. Həll olunmuş suallardır. Təkrar bunların hamısını demişəm. Sonra, yeni sual. Fisher kriteriyasında nə etməlisiniz? Burada əlavə göstəricilər var, onlar bizə lazım deyil. Enin 7 qiyməti, 6 qiyməti, alfa mənalıq, bunların heç biri bizə lazım deyil. Fisherdə nə edərlər? Fisherdə maksimum qiyməti minimum olana bölərlər və Fisherdə də adətən sizə 2 göstərici veriləcək. Ona görə də elə hesab eləyin ki, %83-ü birbaşa %37-yə bölsəz düzgün cavab alırsınız. Yəni, qısa olaraq 83-ü 37-yə də bölə bilərsiniz. Eyni şey burada 30 nömrəli sualda. Yenə də enlərin qiymətinin bu məsələdə rolu yoxdur, alfanın da rolu yoxdur. 95-i 31-ə bölməyiniz bəsdir. Elə 95-in içində 31 3 dəfə var da, yəni bu zaman kalkulyatorda gərək olmayacaq. İndi burada nə verilir bizə? Seçmə dispersiyaları verilir. Seçmə dispersiya əsasən bizə digər dispersiya soruşulur. Nə edəcəksiniz? Sx kvadratın tapanda dx-in verilən qiyməti 14,4 vurulur n-ə, bölünür n-1-ə, yəni 8-ə üstə gələk. Eyni qayda ilə d-in qiyməti 20,55 vurulur buna uyğun n-ə, yəni 6-ya bölünür n-1-ə, yəni 5-ə. Bu da bu misalın qaydası, yəni bu qayda ilə həll olunacaq. Eyni şey də buradadır, bunu da birbaşa yaza bilərik. Bərabərdir yazıram. 14,4 vurulur 14-ə
bölünür 13'ə, yəni n-1-ə. Üstə gələk 20,5 vururuq n-ə, bölürük n-1-ə. Və bu da bizim cavabımızı bizə verəcək. Eyni prinsip, eynən yenə də görürsünüz, yenə də buradadır. Bunları tamamlayarsınız. Mən bu sualları tamamlamıram. N-ə vurulur, 4-ə vurulur, 3-ə bölünür. Üstə gələk n-ə vurulur, n-1-ə bölünür. Baş dispersiya soruşulur burada. Burada da ümumi dispersiya soruşulur. Amma mahiyyətcə hər ikisi eynidir. Eyni cür həll edəcəksiniz bunları. Yəni, sadə yolla desəm, ədəd ortasını tapırsınız bunların. 4-ünü də toplayırıq. Buradakı qiymətlərin, yəni verilən qiymətlər 31, 46, 51 və 62. Bunların 4-ünü toplayıb 4-ə bölürsünüz. Eyni şeydə burada 21, 25, 34 və 40-ı toplayıb, 4-ünü toplayıb, nəticədə 4-ə bölürsünüz və düzgün cavab. Hətta deyim ki, bu 4-ünün cəmi dəqiq olur. 1,2 olur. 1,2-ni də 4-ə böləndə 0,3 olur. Yəni, heç yuvarlaqlaşdırmaya da ehtiyac qalmır bu zaman. Sonra, bu sualdan var. Bu sualın həlli açıq imtahan vermirsiniz. Yəni, test üsuluyla imtahan verirsiniz deyə mən səhvlərin atılma yollarını demək istəyirəm sizə. Alfa axtarırsınızsa, bu alfa nə ilə nə arasında olur? Gəlin ona baxaq. Bu verilən orta qiymət 16,8-dən eyni bir ədəd, gəlin bunu bir dənə T ilə işarə edeyim, ya B ilə işarə edeyim, fərqi yoxdur. Eyni bir ədəd çıxılır. Sağ tərəfdə isə 16,8-in üstünə həmin ədəd əlavə olunur. Yəni, axtardığınız intervalın sol tərəfi 16,8-dən kiçik, sağ tərəfi isə 16,8-dən böyük olmalıdır. Ona görə də gəlin səhvləri ataq. Sağ tərəf əgər böyük olmalıdırsa 14,77 böyük deyil. Ona görə bu cavab getdi. 1, 2, 3 dənə cavab bu kriteriyaya uyğundur. Yəni, 16,8-in üstünə nə isə gəlinib. Keçdik indi sol tərəfə. Sol tərəfdə isə 16,8-dən nə isə, yəni eyni bir şeydən söhbət gedir ki, o çıxılmalı idi. 19 artımdır, bu deyil. 17 yenə də 16-dan böyükdür, bu da deyil. Elə bunlar getdisə, onda sizin elə bir dənə cavabınız qalır bu. 14-dən %22. Yəni, bu qayda ilə səhvləri atıb düzü belə tapa bilərsiniz. Yəni, əslində düsturda T, sigma bölünsün kök altda n, yəni bu çıxılır, həm də gəlinir. X-in orta qiymətinə bu çıxılıb və əlavə olunmalıdır. Amma biz bu məsələdə bunu etməyinizə ehtiyac yoxdur. Yəni, hesablamayıb vaxt itirməyinizə heç bir gərək yoxdur. Baxın, indi eyni prinsiplə bunu da etsək, 10,2-dən nə isə çıxılıb, hansı ki bu səhvdir, bu səhvdir, bu səhvdir. Yəni, çıxılan variant bir dənə budur onsuz da. Sağ tərəfdə isə əlavə olunanlarda, yəni 10,2-nin üstə nə isə əlavə etməkdən söhbət getsəydi, 4 düz olardı. Amma sol tərəfin mahiyyətinə görə yalnız bir dənə cavab düzdür. Və desəniz ki, ola bilər ki, elə bir test olsun ki, bu şərti ödəyən 2 belə bir kriteriya olsun, amma elə bir test yoxdur. Çünki baxmışam testlərin hamısına. Buna belə yanaşsanız bəsdir. Yəni, belə yanaşmayla düzgün cavab ala bilirsiniz. Sonra bunlar həll olunmuş suallardır. Bunlar izah etdiyim suallardır. Fisher dedim, yenə deyirəm, Fisher sizə yenidir. Maksimum qiymət minimum qiymətə bölünür. 94, 28-ə bölünür. 94, 28, 3 dəfə var da hər halda. Sonra 44-ü izah edək. Deməli, bu sualda nə etmək lazımdır? Diqqətlə qulaq asın. Bilmirəm, bu sualdan irəlidə yenə var, yoxsa yox. Nə edirik? Birinci variasiya genişliyinə baxırıq. 22, 2 və 22 arasındadır. 22-dən nə edirik? 20-ni çıxırıq. 22 çıxılsın 2. Bölürük bunu nəyə? Biz 5 variantda yazmalıyıqsa bölürük 5-ə. 20-də 5-ə böləndə 4 eləyir. Deməli, bizim variasiya genişliyimiz, adımlarımız 4 olaraq atılmalıdır. Birinci adımda baxırıq neçə yazmalıyıq. 2 və üzərinə gəlsək, 2-dən başlayır da birinci qiymət. 2 üzərinə gəlsək, 2, 6. 4 gələndə 6 eləyir. 2, 6 aralığı. Daha sonra isə ikinci variantda 6 üzərinə gəlirsiniz, 4-ü gəlirsiniz 10 aralığı. Yəni, bu qayda ilə 10, 14 aralığı. Sonra hansı olur? Sonra olur 14 üstünə 4 gələndə 18 aralığı.
və 18-22 aralığı. Gördünüz? Yəni bu qayda ilə biz bu 5-liyə böldük. Və bu zamanda bunların nəyin götürürük? Orta qiymətlərini götürürük. Yəni Y-ə verəcəyimiz qiymətlər bunların ikisinin ədəd ortası. 2 ilə 6-nın ədəd ortası 4. Yəni birinci qiymətimiz 4 olur. 6, 10, 18, 16-nın yarısı 8. 10, 14, 24-ün yarısı 12, 32 eləyir. Bunlar 32-nin yarısı 16 və nəhayət 40 eləyir. 40-ın da yarısı 20. Yəni birinci baxın ki, Y-in alacağı qiymətlər buna uyğun gəlir və bu da bizdə 2 variantda var. 1 yox, 2 variantda var. Düzdür? Deməli qalırıq 2 variant arasında. Digər 2 cavablar səhvdir. Onları atırıq. Yəni bu 2 cavabı atırıq. Baxın, bunlar düzgün cavablar deyil. Qaldıq 2 variant. İndi yaxşı bu 2 variantın hansı düzgündür, sonra nə etməliyik? Bu diapazonu yenə də saxlayıram. 2-6 aralığında əvvəlki verilmiş cədvəldə 2-6 aralığına aid olanların tezliklərini toplayırıq. Yəni NI-lərini toplayırıq. 2-6 aralığına nə daxil idi? 2 daxildir. 2-ni götürəcəm. Baxın burada. 2-ni götürürük. 3 bu aralığa aid olduğuna görə 3-ün sayı 4-ü götürürük. 6 onda 1 aşır, götürmürəm. 6 onda 2 aşdı, 7 aşdı, onu götürmədim. 11, 12. Və ümumiyyətlə bunların hamısı aşdı. Bir dənə qalır burada 2 ilə 4. 2 ilə 4-ün də cəmi neçə verir? Bizə 6 verir. Amma burada birinciyə 10 yazıblar. 10 olan səhvdir. 6 olan düzdür. Deməli bu düzdür. Gəlin bir dənə də variant yoxlayım. Lap əminlik üçün həm qaydanı yaxşı başa düşürsünüz deyə. İndi isə 6-10 aralığını sayına baxmalıyam. 6-10 aralığında hansı sayılarım var idi? Bu hissəyə düşən. Baxın bu hissəyə düşən 6 onda 1 var deyə bunun sayını götürdüm. 6 onda 2 o intervala düşür deyə 2-ni götürürük. 7 düşür deyə 5-i götürürük. 11 artıq düşmür. Yəni bundan sonraki artıq düşmür, onları götürmürəm. Və bu 3 dənəsini toplayıram. 5, 3, 2 o da 10 eləyir. Deməli ikinci ədədimiz də neçədir? 10'dur. Gördünüz? 10'dur. Bax düzgün gəlir. Bu da olur sizin düzgün cavabınız. Sonra burada belə bir sualımız var. Empirik paylamada XS əmsalı soruşulur. Bunu necə həll edəcəyik? Bu XS əmsalının düsturunu yazın birincisi. Bərabərdir. M4 bölünür. Sigma B üstündə 4. Dördüncü qüvvətdən söhbət gedir. Və bundan 3 çıxırıq. 3. Yəni bunun qaydası budur, düsturu budur. M4'ün qiyməti verilir. 79,6 bölünməlidir 2,2-ni 4-cü qüvvətinə böləcəksiniz. Nə alırsınızsa aldığı cavabdan da 3 çıxacaqsınız. Bu qədər. Yəni özünüz tamamlayarsınız da əsas düsturları verirəm. Fisher bundan bayaq dedim, amma yenə də deyə bilərəm. Fisher'də bizə lazım olan nə idi? Maksimum qiymət minimum qiymətə bölünürdü. 54-36'ya bölünür. Hətta 54-36'ya tam bölünür əslində. 9'a 18'in özünə ixtisar eləyə bilərəm. 18'e böləndə 3/2, 1,5. Bu sualdan da bayaq verdik. Qaydanı deyim, nə edəcəksiniz? Bərabərdir. D-ni vurursunuz N-ə, bölürsünüz N-1'ə, yəni bir dənə azına. Yenə də D-ni vururuq N-ə, bölürük bir dənə azına. N-1'ə. Sonra sıxlıq funksiyası. Bu 2 dəyişənlidir. 2 dəyişənlinin sıxlıq funksiyasını əslində əvvəllərdə deməmişdik. Bu da yenidir belə baxanda. Birgə sıxlıq funksiyası soruşursa, x-a görə sıxlıq funksiyası soruşanda biz bu verilən ifadədən belə deyim də, əslində bunu daha yaxşı, rahat yadda saxlamaq üçün nə edirsiniz? Yəni verilən misalı, bu misalı, yəni həlsiz tutaq ki, yadda saxlamaq istəyirsə nə edəcəksiniz? Tam olaraq elə bil bunu yarı bölün də, tam olaraq yarı bölün. Hesab eləyin ki, burada 2x var. 2x hardan gəlir? Bunun törəməsindən gəlirdi. Ona görə bunu belə yazıram. 2x vurulsun y üstü mənfi x kvadrat. Bunu belə 2 yerə bölürəm. Bir də 2y vurulsun y üstü mənfi y kvadrat. Yəni eyni şey verirdi. Onsuz da bunu verir, düzdür. Və burada sizdən x-a görə soruşduğuna görə siz yalnız x-a aid olan hissəni götürün. Y-ə görə soruşan olsaydı y-ə payına düşən hissəni götürərdiniz. Yəni tam rahat yadda saxlamaq üçün bu variant istifadə edə bilərsiniz. 2 dəzgah işləyir. Növbə ərzində hər bir dəzgah işləməsi ehtimalı %78.
Fəhlənin növbə ilə işləmə sayını ifadə edən dispersiyası. NPQ-dür, bu binomial paylanmadır. NPQ dispersiya belə tapılırdı. 2 vuraq %78, bir də vuraq P %78 ona da Q %22 olar da yəqin ki. %22. Sonra dispersiyanın tapılması, bunları demişik. Sadəcə bir dənə düsturun yazımı özünüz yazarsınız. MX kvadratından çıxırsınız MX-in kvadratına. Yəni əvvəlcə onu x-ların özlərini kvadrata yüksəldib vuracaqsınız. Yəni 100-ü vurursunuz 10-da 1-ə, 400-ü vurursunuz 10-da 6-ya, sonra 2500-ü vurursunuz 10-da 3-ə, vurub toplayırsınız. Olur mx-in kvadratı, çünki x-in kvadratına görə tapılır. Daha sonra isə özünü, 10-u, 20-ni və 50-ni vurub topladığınızı nəticədə kvadrata yüksəldəcəksiniz. Yenə deyirəm, üzərində deyəmirəm, çünki bunu izah eləmişdim. Çox izah eləmişim özə bundan misal. Sonra yaxşı, sıxlıq funksiyası verilir bizə. Daha doğrusu paylama funksiyası verilir, sıxlıq funksiyası soruşulur. Paylama funksiyası veriləndə sıxlıq funksiyasını tapmaq üçün siz böyük F-dən teoremi almağınız bəs edirdi. Alaq teoremi. 0-ın teoreməsi 0, 1-in teoreməsi yenə 0. X-in də teoreməsi 1 eləyir. Düzdür? Deməli, bizim sıxlıq funksiyamız bərabərdir 1-ə. Nə zaman 1-ə bərabərdir? X bu parçadan olanda. 0, 1 parçasından olanda. Bu səhvdir, bu səhvdir, bu səhvdir. Çünki biz 1 almışıq. Teoremə 1-ə bərabərdir. Bu axırıncısı düzdür. Asılı olmayan təsadüfi kəmiyyətlər müntəzəm paylanması. Müntəzəm paylanmanın qaydası necə idi? Xatırlayaq. Mx bərabərdir A plus B böl 2. 2 ilə 8-i toplayıb yarı bölürsünüz. 5 eləyir. 5. Deməli, mx-iniz 5-dir. Eyni qayda ilə my-də də AB-ni toplayıb yarı bölürsünüz. 26-ın yarısı da 13-dür. Və xassəyə əsasən vur deyəndə vururuq. 5-i 13-ə vururuq, eləyir 65. 2-yə də vurmaq lazımdırsa, bir dənə də onu 2-yə vururuq. O da eləyir 130. Yəni, riyazi gözləmənin yaxşı tərəfi odur ki, xassəsi ilə nə deyilirsə, ona da gedirsiniz. Mx-i tapırsınız, 2 plus 4 bölək 2. 2 üstə 4 gəldi 6, 3. Və 2 gəlmək lazımdırsa, əlavə 2-ni də gəlirik burada, eləyir 5. Sonra yenə də bu dispersiya, intervalda dispersiya isə belə idi. B çıx A-nın kvadratı bölək 12. Düsturunuz belə idi. Ona görə də 4-dən 2 çıxırıq, qalır 2. 2-ni kvadrata yüksəldib 12-yə böləcəyik. Bu bizə verəcək 3-də 1. Sonra gedək xassələrinə baxaq. Xassələrində isə sabitin rolu yoxdur, 0-a bərabərdir. Əmsal isə kvadratı ilə qarşıya çıxırdı. Yəni 2-nin kvadratı qarşıya çıxırdı, 4 vurulsun. 3-də 1 eləyirdi. O da 3-də 4-ə bərabər olurdu. Sonra intervalda müntəzəm paylanmadsa, bu elə bu yazdığım düsturu, dispersiya üçün yazdığım düstur, orta kvadratik meyl üçün yazanda kök altına salınır da. B minus A kvadratı böl 12-ni kök altına salsaq, çünki orta kvadratik meyldir. B çıxa bölək 2 kök 3 olacaq. 0-dan 4 çıxanda 4, 4 bölünsün 2 kök 3. Və ixtisar da eləyəndə 2 bölək kök 3 qalır. İntervalda yenə də toplayıb yarı bölürsünüz, 4 eləyir. Fərqinin kvadratı, baxın bu düsturu verdim. Fərqinin kvadratı böl 12. Riyazi gözləməsi toplayıb yarıya bölmədir. Bundan, deyəsən mən bu sualları izah eləmişdim əslində sizə. Dx-i tapanda nə edirdik? Xatırlayaq, sıxlıq funksiyası veriləndə, dispersiya tapanda nə edirdik? Biz dx-i yazırdıq belə. Bayaq yuxarıda verdiyimiz düstura əsasən mx kvadratı çıxılsın mx-in kvadratı. Və burada mx sizə verilibdir. Deməli, qalır mx kvadratını tapmaq, bir dənə bunu tapmaq. Bunun üçün də nə edirik? Yazırıq integralda x-in kvadratı vurulsun fx dx. Baxın, bunu həll edirsiniz. X-in kvadratını da vuranda vuraq 3x kvadratı dx. Bunu həll eləmək lazımdırsa bizə sərhədlərin də 0 və 1-i veririk. Və bunu tamamlayırsınız da 3x üstü 4. 3x üstü 4-dən nə çıxır? 3x üstü 5 böl 5 çıxır. Sərhədlər də yenə 0, 1-dirsə 0-da 0 olacaq, 1-də də 5-də 3 olur. 5-də 3. Deməli, indi bu qiyməti aldıq. Bu 5-də 3-dür. Biz 5-də 3-dən
4-də 3-ün kvadratını çıxmalıyıq. 5-də 3-dən çıxırıq 4-də 3-ün kvadratını, yəni 16-da 9-u. Ortaq məxrəc gətirsəz görürsünüz 80 eləyir. Yəni gedişatınız belədir. Bu suallarda bir dənə diqqətli olun. Bu parçalarda, bunları da demişdim deməyinə. Xatırlatma olaraq verim. Ehtimal soruşulanda siz bu zaman nə edirsiniz? Böyük F-in 2-dəki qiymətindən çıxmaq lazımdır. Böyük F-in 1-dəki qiyməti. Və bu böyük F-i almaq üçün də bu sizə kiçik F verib, deməli bunun ibtidai funksiyasını tapmaq lazımdır ki, bunların ibtidai funksiyası sizə nə verirdi? İntegral alacaqsınız burada. Burada sadəcə belə integral yaza bilərsiniz. Fx dx sərhədlərini də elə 1 ilə 2 yazmaq bəs eləyər. Yəni bu funksiyadan ibtidai funksiya alıb yerinə qoyun. Bunları izah etməmiş olmuşam. Yəqin ki, o birisi izahların hamısında olmalıdır. Sıxlıq funksiyası varsa, deməli teoremə var. Teoremə varsa, arksinusun teoreməsi 1 bölək 1 çıx x kvadratı idi. Bunu yadda saxlayın. Amma burada rahat yolla yadda saxlamağın əsas detallara baxın da, cavabda nə olmalıdır, nə olmamalıdır, bir də ona fikir verin. Əgər sizə aralıq verilibsə, deməli cavabda da aralıq olmalıdır, bu bir. Birinci, ikinci cavabları baxın, o səbəbdən atırıq. Burada da bu düzgündür və bu birisi cavab düzgündür, ola bilər. Sonra sıfırın teoreməsi sıfırdır, birin də teoreməsi sıfırdır. Bax, burada yenə deyirəm, bu nüanslara diqqət edin ki, birin teoreməsi sıfırdır, ona görə bu cavab səhvdir. Yalnız bir variant qalır, hər ikisində sıfır olan. Oldu. Yəni bu hissəyə diqqət eləsəz, sualların cavablarını düzgün alacaqsınız. Burada sizə heç bir aralıq verməyibsə, deməli aralıqda axtarmırıq. Sadəcə verilən funksiyadan teorem alırıq. Arctangens teoreməsi 1 bölək 1 üstəgəl x kvadratıdır. O da sizin cavabınız. Burada artıq yenə qiymətləri yerinə qoymaq lazımdır. F1-dən çıxırsınız F0-a. F1 o deməkdir ki, x-a 1 verəcəksiniz. Arctangensinə bax 1 alır, pi böl 4-də. 1 böl pi vurulsun, pi böl 4. Çıxaq, F0-daki yerinə 0 qoyuruq, tangensinə bax 0 alır, 0-da 0 alır. Qalır pi'lər ixtisar gedəndə cavab qalır 4-də 1. Yəni heç bir teoremə, integral, heç nə lazım deyil bu sualı həll eləmək üçün. 3-dən böyükdürsə 3-dən böyük burada görünür də, 3-dən böyükdə ehtimal 1-ə bərabərdir. Bunu necə edəcəyik? Demişdim deyəsən, bu sual həlli yadıma gəlir, bunu vermişəm. Sadəcə burada bu suallar yuxarı qalxıb deyə, orada o suallar 300, 325 bu aralıqlarda idi. Çünki sıxlıq funksiyası, riyazi gözləmənin sıxlıq funksiyası vasitəsilə həlli bunlar 5-ci, 6-cı mühazirələrdə səhv eləmirəmsə aşağıdakı mövzular olduğuna görə o birisi videolara baxacaq olacaqsınızsa, yəni bunların həlli üçün 300-lər bu ətrafa baxın. Bunun həlli necə idi? Xatırlatma verək. Sabiti tapmaq üçün siz yazırsınız burada mənfi sonsuzluq, müsbət sonsuzluqda fx dx bərabərdir 1 və bu xassədən istifadə edirik. Mənfi sonsuzluq, müsbət sonsuzluq. Bu arctangensin teoreməsi, düzdür? Buradan arctangens çıxacaq. İbtidai funksiyada arctangens çıxır. Müsbət sonsuzluqda pi böl 2-dir. Mənfi sonsuzluqda mənfi pi böl 2-dir. Pi böl 2 ilə mənfi pi böl 2-ni də toplayanda elə sizə pi verir. Düzdür? Yəni bu hesab edin hazırdır. 2a vurulsun pi bərabərdir 1. Belə bir şey alınır. Onda a-nın da qiymətini də tapmaq buradan asanlıqda 1 bölü 2 pi verəcək. Sonra bunlar yenə bayaq dediyim kimidir. Bu intervalda funksiyanın qiymətləri istəyirsə, biz sondakı qiymətdən əvvəldəki qiyməti çıxırıq. %75 baxırıq, hara düşür? Bu aralığa düşür. Deməli, buradakı kimi, x kvadratda kimi məsələ yoxlanılacaq. 16-da 9 eləyəcək. %25 də yenə ora düşür. Ona görə bu da elə. %25-dən də 4-də 1-dir. O da eləyir 16-da 1. Kvadrata yüksəldəndə də onlar bir-birindən çıxdıq. Qaldı 16-da 8, o da eləyir 2-də 1. Yenə sıxlıq funksiyası verilir və ibtidai funksiya axtaranda şablonu unutmayın. Şablonu əsas məsələ unutmayın ki, sıxlıq funksiyası parçanın kənarlarında sıfırdır. Parça daxilində isə müəyyən qiymət alır. Amma paylama funksiyası isə
parçadan aşağı düşəndə 0, parçadan yuxarı qalxanda isə, yəni sərhəddə aşırsınızsa 0 ola bilməz, 1 olmalıdır o, 1. Sıxlıq funksiyası teoremi olduğuna görə 1-in teoreməsi 0-dır. Bu bayaqlarda, yuxarı misallarda dedim ki, ona diqqət edin. Amma parçadan aşağı qiymətdə, yəni cədvəldə nə verilirdisə, yadınızdadırsa cədvəllərlə misal həll edəndə, cədvəldən kiçik qiymətdə 0, cədvəldən böyük qiymətlərdə isə 1 idi. Çünki orada bütün ehtimallar toplanırdı axı, bütün ehtimalların cəmi vahidə bərabər olmalıydı. Burada sıfırlarla olan cavablarınız səhvdir və aralıq veriləndə cavabda da aralıq olmalıdır. Ona görə bu cavablarda avtomatik qısa cavabları atırsınız ki, onlar düzgün cavablar deyil. 1-in də üzərində dayanın, bu sualda səhv etməyin. Sonra cədvəl verildiyi halda cədvəl üzrə dispersiyanın tapılmasını bilirik, xassələrin tətbiqini bilirik. Poisson, üslü paylama, Poisson paylaması bunlar kalkuluma düşməmişdi. Poisson paylamasının dispersiyası elə lambdanın özüdür. Riyazi gözləməsi. O da bizə lambda verir və burada kvadratı istədiyinə görə alınır lambdanın kvadratı. Sonra bu sual sadə sualdır. X kvadratdan yüksəldilir, P-yə vurulacaq. Y-ə görə də Y kvadratları P-yə vurulub toplanır. Eyni ilə X kvadratı yüksəldilir. P-lərə vurulub toplananda mx kvadratını alırsınız. 2-yə vurmaq lazımdırsa 2-yə vururuq. 1 əlavə eləmək lazım, 1 əlavə edirik. Dispersiyanın xassələri bunlar hamısı əvvəldən izah etdiyimizdir. Poisson paylamasında lambda bizə verilir və belə bir misal təyin etmək tələb olunursa, bu lambda qiyməti elə onsuz da dispersiyanın özüdür. Amma bu sabit verir. Sabitin dispersiyası 0-dır. Üstə gələk 5-in kvadratı ilə çıxmalıdır. Ona görə də 25 olur və vurulsun 0,3 olur, %75. Eyni sual deyəndə, yəni əsas prinsipi nəzərə alaq ki, lambda 0,3 bu ilə riyazi gözləmənin özüdür. Kvadratı yüksəltmək lazımsa kvadratı yüksəlirik. 3-ə vuruq 0,9 çıxılsın, 5 vurulsun 0,3. Bu da cavabımız. Nəticə belə olmalıdır. Yenə Poisson paylaması nə edirik? Poisson paylamasında lambda üstü m yazdığımıza görə 2 elə bunun dispersiyasıdır. Bu sabitdir, sabitin dispersiyası 0-dır, bu da ədəd eləyir, bu da 0-dır. Qalır bir dənə bu hissəyə baxmaq. Əmsal kvadratı ilə çıxır, olur 25, vuraq 2, o da olur 50. Sonra yenə də lambda burada 3-dür, düstura əsasən 3-dürsə, bunların yerinə 3 qoymaq lazımdır. Bu onsuz da ədəd eləyəcək. Bu sıfıra getdi, bizə lazım deyil. Bu kvadratla çölə çıxır. Olur 4 vurulsun 3, 12. A sigma parametrli normal paylanmadır. Normal paylanmada dispersiya istənilir. Ümumiyyətlə, mən bayaqdan bunları atıram, sabit deyib atıram. Bu bir dənə ədəddir də. Bunun yerinə bir ədəd qoysam və ədədin dispersiyası 0 olur. Onda sadəcə burada dx qalmış olur da. Və normal paylanmanın da dx ilə sigma kvadratın özüdür. Yəni cavab elə burada 1 alınır. Bu hansı paylanmadır? 1 nolu paylanması. Burada mx kvadratı bu ədəddir onsuz da. Tutaq ki, mən bunu hesabladım, bir ədəd aldım. Sabitin dispersiyası 0-dır. Ona görə bunun bizə heç bir mahiyyəti yoxdur. Qalır burada 3x olan. 3 kvadratı ilə çölə çıxır, olur 9 vuraq dx və dx-iniz isə npq-dür. N 5-dir, p onda 3-dür, q-də onda 7-dir. 21, 21-də 5-ə vurduq və onu 9-a vurduq, bu əmsalı unutmayaq. Nəticə belə tamamlanır. Dediyim şeylərdə, ona görə mən bunlara hövsələm çatmır əslində, təzdən bir də deməyə. Demişəm, detallı izah etmişəm bunları. Baxın, bu sabitdir, sabitin rolu yoxdur. Əmsal kvadratı ilə çıxır və dx-a vurulur. Dx da yenə də npq-dür. Bir nolu paylanmasıdır. 10 vuraq 0,2, 0,8. Bunları bir-birinə vuracaqsınız. Eyni şey npq. Burası sabitdir, 0 gedir. Dx da ədəddir, 0 olur. Qalır bir dənə bu x hissəsi. Ən axırdakı x hissəsinə görə elə dx tapmağınız bəs olur. npq
5 vurulsun 0,9, o da vurulsun 0,1. Yenə burada dx bəs eləyir bizə. 2, 8, 16. Cədvəl şəklində verilir. Nə gözəl. Cədvəl şəklində veriləndə nə edəcəkdik biz burada? Paylama funksiyasına baxırıq son qiymətə. Son qiymət. Son qiymət 4-dür. 4-dən kiçik olanları cəmini tapırsınız. 2, 1, 3. O da eləyir 6. 1-dən kiçik. 1-dən kiçik o deməkdir ki, biz cədvəli aşırıq. Aşağı düşürük. Onun 1-dən də kiçik heç nə yoxdur axı burada. Heç bir ehtimal yoxdursa, bu zaman paylama funksiyasının qiyməti 0-a bərabər olur. 4-5 aralığı. Bəzən yoldaşlar deyir ki, bəlkə bu 4 bəs rolu, 4-ün rolu yoxdur orada. Çünki 5-dən kiçik olan hissə bizdən soruşulursa, biz 5-dən kiçik olanlara baxırıq. 5-dən kiçik olanda 2-dən qiymətli. Onların da ehtimalları cəmi toplanır. 5 və 2. Oldu 7. Sonra yenə də bunun üzərində dayanın. Bu 40 olan hissədə baxın. 40-dan kiçik olanlar. 3 dənə 40-dan kiçik ehtimal var. 20, 30 və 35. 20, 30 və 35. 50, 85 oldu. Bu da cavabımız. MX riyazi gözləmə tapanda x-lar p-lərə vurulur, toplanılır. MY tapanda y-lər p-lərə vurulur, toplanılır. Və vurma lazımdırsa vurursunuz. 2-yə vurmaq lazımdırsa onu da götürüb 2-yə vurursunuz. Diskret paylanmadır. Bu paylanmada bilirik ki, riyazi gözləmə lambdaya bərabərdir və 2 də varsa qarşılığında olur 2 lambda. Belə bir riyazi gözləmə istənilirsə, bizdən riyazi gözləmə xassəsinə əsasən bunu açaq. Bu olacaq mx çıxaq mx və bunlar getdi. Bir dənə də qalır 2 mx. Bir dənə də çıxılsın m1, m1 elə 1-dir çünki sabitdir. Deməli, biz burada mx-i tapıb 2-yə vursaq və sonra da 1 çıxsaq, misal həll olur. Poisson paylaması olduğuna görə lambda elə m-dir, yəni riyazi gözləmədir. 2 vuraq, 2 çıx 1. 4 çıx 1 cavabımız olur 3. A-dırsa 2A-dan A çıxanda 1 dənə A qalır. 2-dən 2 çıxanda 0 qalır. Yəni bu qayda ilə bunların da artıq bilirsiniz. Bunlar əvvəldən hazırlaşanda bunların üzərində çox dayanmışıq. Poisson paylaması da bunları təkrar deyirəm ki, bu Poisson üstü paylamaları, kəsilməz paylamaları ümumiyyətlə deməmişdim. Ancaq diskretləri demişdim. Lambda 3-dür burada. Deməli 3 5-ə vurulur 15 plus 1 oldu cavab 16. NP2-dür, amma riyazi gözləmə istəyəndə sadəcə NP-dir. 10 vurulsun 0,8. 10 vurulsun 0,8, bu da elə 8 eləyir də. Yəni belə, 10 vur 0,8, onu da 2-yə vuracaq. 2 vuraq 8. Üstə gələ bir dənə də mx var, bir dənə də 8. 16, 8 oldu 24. Bu da bizim cavab. Sonra yenə də NP-dir. 10 vurulsun 0,2, 2 eləyir. 2-ni 2-yə vuranda 4, 4-dən də 3 çıxanda 1. 100-ə qədər izah edib dayanmaq istəyirəm. Yenə də NP2-dür. NP2-də 5 vurulsun 0,1, 0,5 eləyir. 2-yə vuranda 1 eləyir. 1-in üstə 3 gələndə 4 eləyir. Bu da riyazi gözləmə. Aha, Poisson paylamasının düsturu hansıdır? Lambda olan Poisson paylamasıdır. İkincisi binomialdır. Üçüncüsü normal paylanmadır. Sonuncusu da həndəsi paylanmadır. Belə 100-ə çatdıq. 100 izah eləsəm mənə elə gəlir imtahana qədər çatdırarıq. Uğurlar.